Fərdə Xudaverdiyev atmaca atdı. Özdə kimin ünvanına? Meyxanaçıların. Hədəfi isə Rəşad Dağlı və Pərviz Bülbül oldu. Mən meyxana deyəndə bu uşaqların heç biri sənətdə yoxdur. Olmaya şou aləminə yeni qalmaqal qədəm qoyur. Onu alladıblar meyxana deyə bilirsən, ona görə deyir. Kimsə zarafat edib oyuna. Meyxana deyirəm, amma bu günlərim yenə deyim, uşaqlara mənim üçün bəsdir həqiqətən. Uşaqlara biraz yol açmaq lazımdır. Bizim üçün o yolu heç kim açmayıb, amma mən onlara o yolu açıram, qoy çıxsınlar, özlərini göstərsinlər. Bu meyxananı biz olmayan yerdə deyir, bizim yanımızdadır. Şükür Allaha, məharətimi 17 ildir göstərirəm. Biz də hərdən Fərdanın olmadığı yerlərdə aparıcılıq da edirik. Bu deyilənləri eşidib çaş-baş düşməyin. Çünki tərəflərin davadalaş etmək fikirləri qəti yoxdur. Fərdə bu konsertin aparıcısı olacaq. 20 ildən sonra Bakı Dövlət Sirkinin səhnəsində meyxana konserti oldu. Əliağa Vahidin 118 illiyinə həsr olunmuş konsertin təşkilatçısı, prodüser Ataş bu konsertdə çıxış edəcək meyxanaçıları digərlərindən üstün saydı. Meyxana xiridarları, meyxana həvəskarları bilirlər ki, bu meyxana deyənlər axır 2 ildə, 3 ildə demək olar ki, hər məclisdə bunlardır. Konsertin afişasında 6 meyxanaçının adı olsa da biri Aydın Xırdalanlı ora gəlmədi. Təşkilatçı bundan da danışıb. Aydın olmadığını aydınlaşdırdı. Düz Aydın Xırdalanlının adı reklamda gedirdi, amma səhhəti ilə bağlı ola bilər ki, iştirak eləməsin. Fərdanın aparıcılıq etdiyi konsertdə yaşananlara gəlincə, necə deyərlər, yüz eşitməkdənsə bir dəfə görmək yaxşıdır deyib, orada baş verənləri pərdə tamaşaçılarına təqdim edirik. Konsertdə maraqlı kadrlardan biri Fərdanın Rəşadla bir yerdə əyləşməsi oldu. Fərdan! Zəhmət olmasa. Özüm yaddan çıxdım, deyil, bana zəhmət. Fərdan! Əla deyər oğlum. Gəldim, doğru. Fərdan! Al işlədir. Fərda, olmaya sənə də təb gəldi. Mən meyxana deyəndə bu uşaqların heç biri sənətdə yoxdur. Sənin bu sözün Rəşad və Pərvizin qulağına çatmamış, yenə də keçək konsertə. Xüsusiyyətin əvvəlində demişəm ki, sizin davet etmək fikriniz qəti yoxdur. Vahidməyi tərk etmək üçün bir muqamın rəncidə olub bir neçə məstanəsi məndən. Rəncidə olub bir neçə məstanəsi məndən. Nə kimin əlindən çörək alarıq, nə də kimdənsə çörək gizlədər. Vahid mənim istəkli gözəl yarıma bənzər. Axtar bütün aləmdə görün hansı kəsim var. Axtar bütün aləmdə görün hansı kəsim var. Pərviz hələ zəifdir bizimlə. Hər kim mənə tən eyləsə meyxanələr içrə. Qan olsun onun bağdəsi peymanələr içrə. Meyxana sevənlərə şad xəbər. Əgər bu konsertə vaxt tapıb gedə bilmədinizsə, təəssüflənməyin. Çünki təşkilatçıların sözlərinə görə bu konsertin ardı var. Bu konsertlərin davamı mütləq gəlməlidir.